Yayda yenidən yığılan Karvan, Yevlax, İmişli kimi komandaların oyunlarda komanda bu qədər xal itirməli deyildi. Təbii ki, uğursuzluq varsa günahkar baş məşqçidir. Rəhbərliyin qərarı hardasa başa düşüləndir. Yəni özümüzü qoyaq rəhbərliyin yerinə. Neftçinin problemi heç də tək baş məşqçi deyil. Yəni net olaraq deyə bilmirik ki, Yuri Verinduk gələcək, komanda düzələcək. Və artıq məşqçilər üzərindən də müzakirə apara bilmirik. Yəni kimlərdir günahkar? Qərarı verən kimlərdir bu yanlış qərarı? Deyim, yəni bu adam dəyişilsə, Neftçi düzələcək. Salam xanoğlan, hər vaxtın xeyir olsun. Həm səni, həm də ki, ekran qarşısında olan izləyicilərimizi salamlayıram. Necəsən? Mən də səni salamlayıram. Bütün Sportinfo TV izləyicilərini salamlayıram. Sözüm varın növbəti buraxılışında həm izləyicilərimizi xoş gördük, həm də səni. Bugün biraz fərqli olsa da, yenə də Azərbaycan futbolundan bəhs edəcəyik, həmişəki kimi. Amma biraz fərqlilik var, çünki burada daha çox azarkeşlərdən çox biz biraz məşqçilərə də yer ayırmışıq. Xanoğlan, istəyirəm elə birinci Neftçidən başlayaq. Gözümüzün ağı və qarası Neftçi. Neftçidə yeni baş məşqçi söz-söhbəti gəzir. Samir Abbasovun istefasından sonra Ukraynalı mütəxəssis Verindukda dayanıldığı söylənilir. Ancaq bizim yerli mütəxəssislərimiz də var, onlar da bu siyahıda var. Bu haqda nə deyə bilərsən? Ümumiyyətlə, Nicat, yola belə çıxaq sualla ki, Neftçinin problemi baş məşqçidirmi? Yəni, bu sualla yola çıxarsa olsaq, düşünürəm ki, bir məna olaraq təkcə mən yox, bugün Neftçinin azarkeşləri də, futbol ictimaiyyətinin də ortaq fikri var ki, Neftçinin problemi heç də tək baş məşqçi deyil. Bunun üçün əsaslı argumentlər də var. Yəni, son illər komanda qısa müddətdə 5-6 baş məşqçi dəyişib. Və hər kateqoriyadan baş məşqçilərdən var orada. Tanınmış, yaxşı futbol karyerası olan Adrian Motu, yaxşı məşqçi karyerası olan təcrübəli məşqçi Roman Grigoryuk, Reja Kamp, qısa müddət Bojovic və komandaya sonuncu çempionluğu qazandıran Samir Əliyev. Daha doğrusu, komandaya sonuncu çempionluğunu qazandıran Samir Abbasov. Yəni, hər kateqoriyadan var, təcrübəli də var, gənc də var, yaxşı futbol karyerası olan adlı sanlı məşqçi də var. Amma komanda heç bir halda uğurlu ola bilməyib. Konkret olaraq Samir Abbasov üzərindən gedəsi olsaq, təbii ki, ayrılıq qərarına doğru deyil də deyə bilmirsən. Çünki nəticələr, yəni rəhbərliyi buna vadar elədi. Xüsusilə ikinci altılıqda olan komandalarla, outsiderlə, iddiası aşağı olan, məsələn, yayda yenidən yığılan Karvan, Yevlax, İmişli kimi komandaların oyunlarda komanda bu qədər xal itirməli deyildi. Yəni, bu aspektdən baxası olsa, rəhbərliyin qərarı hardasa başa düşüləndir. Yəni, özümüzü qoyaq rəhbərliyin yerinə, səbir kasası daşardı. Yəni, İmişli ilə bir oyunda, tamam, uduzdun, deyərsən təsadüfdür, xal itirdin, təsadüfdür. Amma gəlib ikinci oyunda da qələbə qazana bilmirsənsə, bu ciddi problemdir. Karvan, Yevlaxla evdə xal itirirsənsə, ciddi problemdir. Amma digər tərəfdən, mən məsələn, şəxsi mövqeyimi soruşursansa, qərarı hardasa anlayışla qarşılayıram, amma mənim aspektimdən mən düşünürəm ki, ən azı qışa qədər Samir Abbasovla davam etmək lazım idi. Artıq qərar verilib, Samir Abbasovla yollar ayrılıb, yeni baş məşqçi, yəni dediyim kimi, düzələcəkmi yeni baş məşqçi ilə problem? Kim olacaq? Yuri Verinduk biz deyirik. Yuri Verindukdan da təcrübəli Roman Grigoryuk gəlmişdi. Niyə düzəlmədi? Nə idi problem? Heyətlə danışası olsaq, kifayət qədər yaxşı heyət formalaşıb Neftçidə. Əmin ol ki, bugün Qarabağı qoyaq bir kənara, yəni istənilən klubu rahatlıqla heyətinin keyfiyyətinə görə komanda üstəliyir. Rahatlıqla üstəliyir, bir mənalı şəkildə. Hardasa sabah biraz müqayisəyə gələ bilər ki, sabahın heyəti genişdir, keyfiyyəti yuxarıdır. Yəni ilk üçlükdə komanda Lord dinlən desəm, oynaya oturmalı deyil küçülükdə. Rahat bir küçülükdə qalmalıdır, mübarizə aparmalıdır ikinci yer üçün ən azından. Amma biz görürük ki, heyət yetərli, təcrübəli Samir Abbasov, amma yenə nəticələr ürək açan deyil. Nədir problem? Bu komandada düzəni pozan o pərdənin arxasında nədir? Onu tapmaqda çətinlik çəkirəm, çünki klubun içində deyiləm, klubun daxilində deyiləm.
Budur problem. Baş məşqçi tapmaq problem deyil. Yəni Neftçinin pulu da var. Kifayət qədər orada çalışan bir yox, bir neçə dənə məşqçilərlə əlaqədə ola biləcək, yaxşı məşqçini tapa biləcək futbol adamları da var. Funksionerlər də var, təcrübəli funksionerlər də var. Yəni məşqçini tapmaq problem deyil. Problem nədir onu tapmaq lazımdır məncə Neftçidə. Və onun üzərindən getmək lazımdır ki, biz problem nədir bunu həll edirik. Yəni məşqçilər dəyişir, futbolçular dəyişir, futbolçular da kütləvi şəkildə dəyişir. Yəni son 2-3 ilə baxırıq, sabit komandada yer alan futbolçu yoxdur. Məncə düşünürəm ki, Neftçi rəhbərliyi bu yöndə də bir axtarışlar aparsa daha yaxşı olar. Mən çətinlik çəkdim. Neftçi ilə bağlı, mən məsələn Samir Abbasovla bağlı çox pozitiv idim ki, düzələcək. Samir Abbasov rahatlıqla bu komandanı Avrokuboklara aparacaq. 2 mövsümdə komanda gedə bilmir, amma yen olmadı. Təbii ki, uğursuzluq varsa günahkar baş məşqçidir. Amma biz burada baş məşqçidən danışmırıq, baş məşqçilərdən danışırıq. Kifayət qədər yaxşı adı olan, karyerası olan baş məşqçilər Neftçinin dərdinə əlac ola bilmədi. Çətinlik çəkirəm açıq Nicat. Yəni, gələcəklə də bağlı pozitiv nəsə danışa bilmirsən artıq. Ən pozitiv adamlardan biri idim Neftçi ətrafında yayda ki, hətta ötən mövsümdən. Neftçi düzələcək. Amma faktiki görünən oldu ki, proqnozlar hamısı alt üst oldu. Komanda bugün 7-ci pillədədir. Çətinlik çəkirəm. Yəni, net olaraq deyə bilmirik ki, yürü verindub gələcək, komanda düzələcək. Və artıq məşqçilər üzərindən də müzakirə apara bilmirik. Yəni, illər əvvəl biz düşünürdük ki, məşqçiyə şans verilmir, daha yaxşı məşqçi gəlməlidir, məşqçiyə də şans verildi. Ötən mövsüm 9-cu turdan Samir Abbasov idi, bu ildə 13 tur rəhbərlik gözlədi. Yəni, bu yetəri qədər zaman kəsi idi ki, istədiyin komandanı formalaşdırıb, ortaya bir məhsul çıxarda biləsən. Biz o məhsulu görmədik, işte real danışaq. O yayda olan fasilə, mən düşünürəm ki, bütün komandaya kifayətdir ki, yəni istənilən komandaya kifayətdir ki, bu yayda olan fasilədən istifadə eləsin, təlim-məşq toplanışı keçsin və komanda formalaşdırsın. Yəni zaman da vardı, pul da var idi, yəni indi də var. Yəni Neftçinin düzəlməsi üçün resurslar baxımından hər şey var. Mən yenə deyirəm, bizə görünməyən tərəfindən pərdənin arxasında hansı olaylar baş verir, yəni kimlərdir günahkar, qərarı verən kimlərdir bu yanlış qərarı, yəni çətinlik çəkirəm. Yəni deyə biləcəyim bir adam yoxdur ki, deyim yəni bu adam dəyişilsə Neftçi düzələcək. Yəni çox çətin bir durumdur. Neftçinin ətrafında təəssüf ki, Neftçi kimi komandanın bu qədər tarixi var. Bizim Azərbaycan çempionatında biz dəfələrlə demişik. Bütün çempionatlarımızda iştirak edən 2 komandadan biridir. Yaxşı nəticələri var, yaxşı tarixi var, amma biz keçmiş zamanda danışırıq. Bu günlə bağlı Neftçidə hər şey qaranlıq görünür. Bəlkə azarkeşlər qarışıq hamı tarixi geridə qoyub önə baxmalıdır ki, düzəlişlər eləsin. Bilirsən, bu addımlar da atılıb da. Yəni Qriqorçukla kifayət qədər yaxşı zaman verildi, deyildi, hər şey geridə qaldı, Neftçi qayıdır, yaxşı toplanış, yeni transferlər, yeni futbolçular, Samir Abbasovla eynən, Adrian Mutu'nun dönəmində yadıma gəlir ki, böyük bir təqdimatlar oldu, Mutu gəldi, yeni futbolçular gəldi, hətta bəzi futbolçuların təzminatına yarım milyona yaxın pul xərcləndi, amma nəticə olmadı. Mən bir dənə şey deyə bilərəm ki, Neftçi artıq bu tələsməyin başını buraxmalıdır. Yəni bu sözü çox eşidirik də Neftçi ətrafında. Neftçi ancaq çempionluq oynamalıdır, Neftçinin hədəfləri ancaq çempionluq olmalıdır. Artıq reallığı qəbul etməliyik ki, hazırki Neftçi Avrokuboklar uğrunda mübarizə aparmaqda belə çətinlik çəkir. Acizdir də faktiki. Faktiki acizdir. Nicat. Artıq bir qədər səbirli davranmaq lazımdır. O tələsməyi kənara qoymaq lazımdır. Tələsmək Neftçini uçuruma aparır illərdir. Neftçi toparlanmalıdır. Mütləq toparlanmalıdır. Artıq 3-cü mövsümdə artıq təhlükədədir. Neftçi Avrokuboklara gedə bilməyəcək. Bu ciddi antirekordlardır. Bu dövrdə Sumqayıt kimi komanda, yəni büdcəsi aşağıdır, keyfiyyəti aşağıdır, Sumqayıt Avrokuboklara gedib. Araz Naxçıvan qısa müddətdə toparlandı, heyət qurdu, Avrokuboklara getdi, hətta bir mərhələ adladı. Yəni amma Neftçidə bütün imkanlar var, futbolçular üçün hər cür şərait yaradılıb, yaxşı baza, yaxşı maaş, yaxşı mükafatlar. O yeganə nəticədir ki, bu komanda onu əldə edə bilmir. Elə məşqçi istefasından danışmışkən, elə istefa havası deyilən bir mövzumuz var. Artıq bilirsən, özün də bilirsən ki, təkcə Neftçidə yox, elə həmən gün Karvan Yevlax komandasından da məşqçi istefaya göndərildi
düzdür, rəsmən istefa artıq reallaşmayıb, hətta məqsədə gəlib. İstəyərəm bu toxunuşlarda səndən eşidək. Ümumiyyətlə, Karvan Yevlaxda baş verən bu proseslərin bir adı var, fiasko. Çox həvəskar yanaşmadır. Necə ola bilər? Yəni biz futbol tarixində çox görmüşük. Bizim özümüzdə də məsələn Samir Abbasovun müqaviləsi var idi. Komanda nəticələrdən rəhbərlik narazı idi, yolları davam etdirmək istəmirdi. Bir şəkildə yoluna qoyuldu, yollar ayrıldı. Təzminatı veriləcək, yollar ayrıldı. Ya təzminat verilməlidir, ya qarşılıqlı razılıqla yollar ayrılmalıdır, ya baş məşqçi istefa verməlidir. Təəssüf ki, Karvan komandası nə baş məşqçi istefa verməyi düşünür, nə rəhbərlik təzminatı verməyi düşünür. Yəni bir ortaq nöqtə tapılmalıdır və bunun fonunda komanda yeni baş məşqçi gəlir. Sən yeni baş məşqçi gəlir, Füzuli Məmmədovun atdığı addımı etik deyil, həmkarının hörmətsizlikdir. Azər Həşimov hörmətsizlikdir. Azər Həşimovun düşdüyü durum özünün özünə hörmətsizliyidir. Yəni rəhbərlik təzminat ödəmir. Yəni bir baş məşqçi kimi artıq görürsən ki, səni burada istəmirlər, sevilmirsən, bəyənilmirsən. Yəni özünə hörmət edib istefanı verib getməlisən. Ya rəhbərlik bir adekvat addım atmalıdır, görməlidir ki, baş məşqçi yəni istefa vermək istəmir də, nəticələr yaxşı deyil, uğursuzluq var. Normalda baş məşqçinin hər zaman deyirlər çəmədanı yanında olmalıdır. Görünən odur ki, Azər Həşimovun çəmədanı çox uzaqdadır, yanında deyil. Getmək istəmir. Yəni bir şəkildə bunun təzminatı verilib, yollar ayrılmalıdır. Yəni belə klub idarə olunmur. Hər nə qədər də komanda yeni gəlib yüksək liqaya, amma bu klubun başında olan rəsmi şəxslər, bu klubu idarə edənlər kifayət qədər təcrübəli adamlardır. Futbolumuzda kifayət qədər yaxşı təcrübələri var. Yəni illərlə ölkə futbolunda fəaliyyət göstərmiş adamlardır. Yəni bir şəkildə yolu tapılmalıdır. Yəni belə anarxiya ola bilməz də. Bütün rəsmi sənədlərdə baş məşqçi Azər Həşimovdur, komandanın meydana Füzuli Məmmədov çıxardır. Komandanı oyuna Füzuli Məmmədov hazırlaşdırır. Mətbuat konfransında sual veriblər, deyir yaxın günlərdə bu məsələyə nöqtə qoyulacaq. O anormal durumdur. Razıyam mən də sənin o fikrinlə. Çünki Premyer Liqamızda artıq bir ilklər başlayır. Bu ilklərdən də biri elə budur. Bir məşqçinin getməmiş, o birisi məşqçinin gəlməyi. Biraz məişətə yaxın bir misal var, deyir ev üstündə ev qurmaz da. Təbii ki. Bu ona bənzəyir. İnşallah ki, yeni Premyer Liqaya yeni gəlmiş komandamız yeri gəlmişkən özdə Yevlax 15 ildən sonra Yevlağa qayıtdı futbol. Futbol qayıdıb. Bu inşallah davamlı olsun. Ortada hörmət, fair play var da futbolda. Ya rəhbərlik kluba hörmət edib bu durumu aradan qaldırmalıdır, qaldırmalı idi ha. Hələ bu durum var. Ya hazırda sənədlərdə adı gedən Azər Həşimov özünə hörmət etməlidir, məşqçi reputasiyasına hörmət edib getməlidir. Ya Füzuli Məmmədov gözləməli idi ki, yəni öz məşqçi reputasiyasına bir sayğı duraraq, həmkarına sayğı göstərərək gözləməli idi ki, bu proseslər yekunlaşsın, sonra baş məşqçi postuna gətirilsin. Təəssüf ki, hər üç tərəfdən heç biri adekvat addım atmır. Olan Karvan klubuna və Karvan azarkeşlərinə olur. Təbii ki. Və regionda elə biraz Qəbələyə tərəf yönlənək. Qəbələdə qələbə havası var. Axır ki, bu komanda, mənim çox xoşum gəlir bu komandanın oyun tərzindən. Rəngarəng oyun oynayırlar, maraqlı açıq futbol oynayırlar, hücum futbolu oynayırlar. Mənim çox xoşum gəlir və nəhayət ki, bu komanda uzun müddətdən sonra bir qələbə qazandı. Bu barədə nə deyə bilərsən, Xanoğlan? Məncə gecikmiş qələbədir. Düşünürəm ki, Qəbələnin qələbəsi gecikmiş qələbədir. Çünki bu komandanın oynadığı futbol, sərgilədiyi futbol mövsümdə ikinci qələbəni yox, daha çox qələbəni haqq edir. Həqiqətən burada açığı mən təəccübləndim. Kaxaber Çıxacadzenin belə komanda formalaşdıracağını gözləmirdim. Heyətin bir çox üzvü ötən mövsüm 1-ci liqada çıxış edən futbolçulardır. Komandanın akademiyasından çıxan futbolçular var. Və bunun fonunda belə bir sintez yaradıb yaxşı bir kollektiv formalaşdırmaq düşünürəm ki, Gürcüstanlı mütəxəssis yaxşı iş qoyub ortaya. Bir məşqçi toxunuşu dəsti xətti hiss olunur. Yəni bunu hətta komanda məğlubiyyətləri sıralasa belə bu görünürdü. 7 oyun komanda qələbə qazanmadı, o dəsti xətt pozulmadı.
bir hərzi-mərzlik komandaya hakim kəsilmədi. Normalda bəzən 1-2 məğlubiyyətdən sonra komanda artıq psixoloji olaraq çökür, o məğlubiyyətlər daha iri məğlubiyyətlərlə əvəz olunur. Amma biz bunu Qəbələdə görmədik. Hətta komanda 10 nəfərlə qaldığı Qarabağla oyunda belə 90 dəqiqə, yəni sona qədər döyüşdü, minimal hesabla məğlub oldu. Sadəcə Qəbələ ilə axırıncı oyunda da deyəsən qırmızı almışdı oyunçular. 94-cü dəqiqədə Murad Musayev qırmızı aldı. Düşünürəm ki, o lazımlı qırmızı vərəqə idi. Bəlkə də qələbəni təmin edən qırmızı vərəqə idi. Çünki rəqib futbolçu Simakala idi, səhv etmirəmsə, qapıçı ilə təkbətəkə gedirdi, üzbəüz qalacaqdı qapıçı ilə və belə məqamda Murad Musayev təcrübəli futbolçudur, 31 yaşı var. Çox ağıllı tərpəndi, hətta qırmızı vərəqəni göz önünə alıb futbolçunu dayandırdı. 94-cü dəqiqədə idi. Və komandaya deyərdim ki, qələbəsini təmin etdi həmin qırmızı vərəqə ilə. Sadəcə Qəbələnin qələbəsinin gecikməsinin bir neçə amili var Nicat orada. Kaxabet çıxardıcı daha çox gənc futbolçunun səhvlərini qabardır. Razıyam. Bəzi gənc futbolçunun səhvləri Qəbələyə baha-başa oturub, başını ağrıdıb. Amma tək gənc futbolçulara söykənməyək də məsələni. Düşünürəm ki, təcrübəli əcnəbilər də yetəri qədər komandanın çiynində daşımır. Məsələn, hücum xəttində Sanqare çıxış edir. 31 yaşı var, kifayət qədər təcrübəli futbolçudur. 13 oyunda səhv etmirəmsə aktivində cəmi bir qol var. Çox pis göstəricidir. Yəni məhsuldarı çox aşağıda bir hücumçu üçün. Nəzərə alaq ki, 31 yaşı var. Əslində gələn əcnəbilər yerlilərdən ən az 2 baş üstün olmalıdır. İllah da əgər bu futbolçu bu qədər təcrübəlidirsə, komandanın arxasınca aparmağa bacarmalıdır. Hətta komandaya ziyan vurub. Zirə ilə oyunda komanda penaltini hesab 0-0 olanda Sanqare fərqlənə bilmədi. Həmin oyundan sonra da Kaxabet Çalazı daha çox gənclərin səhvlərini qabartdı. Məsələn, Sanqare qolu vursun penaltidən, 1-0 öndəsən. Qələbə də qazana bilərsən, ən azı bir bərabərlik çıxarda bilərsən və bunu bacarmırsan. Digər ön xəttdə yer alan digər futbolçuların da məhsulları o qədər yaxşı deyil. Belə deyim də, hardasa Sanqare ilə müqayisədə vingerlərin bir fərqlənməsi var. Amma onların da düşünürəm ki, qol faizi yetəri qədər deyil. Və nəzərə alaq ki, komandanın məğlubiyyətləri son 7 oyunda səhv etmirəmsə 4-ü 1-0 hesablı məğlubiyyətdir. Minimal hesablı məğlubiyyətdir. Bu həm də onu göstərir ki, müdafiə xətti nə qədər tab gətirə bilər. Yəni, hansısa formada rəqib fərqlənəcək də bir yerdə. Nəzərə alaq ki, rəqiblərin hər biri aşağı-yuxarı əksəriyyəti Qəbələ ilə müqayisədə keyfiyyəti yüksəkdir. Zirəsi olsun, Araz Naxçıvanı olsun, Lapətdə Sumqayıtı olsun, Qarabağ olsun, Turan Tovuzu olsun. Yəni, bu komandaların əksəriyyəti 1-0 hesabı ilə qələbə qazanır. Yəni, düşünürəm ki, məhsuldarlıq yuxarı olsaydı, nəticələr daha yaxşı olardı. Və bir dənə də bir şey var orada. Tab gətirmək deyirsən, müdafiə tab gətirmək məsələsinə gəlirəm. Bundan əlavə, yəni Qəbələ müdafiə oturmayıb ki, yəni müdafiə tab gətirsin. Əslində problem dalğa-dalğa gələn hücumların çərçivə, torun içinə girməsində də problemi. Necə ki, Neftçi haqqında danışanda deyir, nə yaxşı oyun gedir, bir dənə qol vura bilmirlər. Əslində, bax, məsələn o tərəfdə düzgün vurğuladın. Yəni Qəbələ qapanıb müdafiə futbolu oynamır da. Normal hücum futbolu oynayır, rəqibdən asılı olmayaraq müəyyən məqamlarda dominant olmağa da çalışır, hətta ideal rəqiblərlə oyunlarda və kifayət qədər də bugün çempionatda bəlkə də ilk üçlükdə olar. Real qol imkanları faizi baxımından. Bitirməkdə problem var. Kifayət qədər real qol imkanları yaradır. Orada fərqlənməklə bağlı problem və o zonada da heç bir yerli futbolçu yoxdur. Heç bir gənc futbolçu yoxdur. Əksəriyyəti kifayət qədər təcrübəli və əcnəbilərdir. Düşünürəm ki, Kaxaber o zonadakı problemi daha çox həll etməyə çalışsa yaxşı olar. Komanda məhsuldarlığı artmalıdır. Məhsuldarlıq artsa, bir qədər də şans məsələsi var. Razıyam, həmin gənc futbolçuların da müəyyən qədər təcrübəsizliyi burada rol oynayır. Düşünürəm ki, arxada qalan 13 turda Qəbələ ən azı 8 yox, ən azı bir 14-15 xal haqq edirdi. Yəni bu da hardasa ilk 6-lıqda, 7-likdə yer almağa imkan verə bilərdi və xüsusilə bir çox oyunlarda komanda üstünlüyü əlində saxlaya bilmir. Araz Naxçıvan, Zirə kimi nümunələr var ki, komanda öndə olsa da sonradan məğlub olub. Detallar çoxdur da, burada təcrübə də rol oynayır, hücum xəttində olan əcnəbilərin
məhsuldarlığının aşağı olması da şans da bu məqamlar, amma ümumi götürəsi olsaq düşünürəm ki, Qəbələ düz yoldadır. Qəbələ rəhbərliyi də düz yoldadır ki, Kaxaber ilə davam edirlər. Bəzən ardıcıl məğlubiyyətlər istefalara gətirib çıxardır. Hətta bir istefa şüarları da biz gedişatda eşitmişdik Qəbələ şəhər stadionunda. Düşünürəm ki, qış fasiləsində bildiyim qədərilə legioner sayı ilə də bağlı bir yeri var, vakant yeri var Qəbələnin. Səhv etmirəmsə 2 futbolçu transfer edə bilər. Yəni rüsum artıq ödəmədən. O futbolçular da yaxşı transferlər edib əcnəbiləri xüsusilə. Yenə Sanqarenin yerinə də bir oyunçu ala bilərlər əksinə. Təbii ki, burada həm də Sanqarəni itirmiş olursan da, bilirik ki, bu limitlə bağlı qadağa götürülsə də rüsumlar yuxarıdır. O baxımdan transferlərdə də klublar məcburdurlar ki, yüz ölçüb bir bitsinlər. Sanqarənin üzərində işləyib onun belə deyərdim məhsuldarlığını artırmaq daha faydalı olar ki, Kaxaber çıxadası yeni getdiyi futbolçular başqa zonalarda, məsələn, orta xəttdə, biz hücum fazasında deyirik, orta xəttdə yer alan futbolçular da, məsələn, Sierra'da səhv etmirəmsə İspaniyalı və Şahin Şahinyarov daha çox o zonada yer alır. O futbolçuların da təəssüf ki, məhsuldarlığı aşağıdır. Yəni aktivlərində qol yoxdur. Yəni bir çox hallarda qolu ancaq hücumçu vurmur da. Komanda şəklində müdafiə olunur. Müdafiədə problemin varsa, deməli, bir üçüncü fazadan başlayaraq müdafiə fazasına qədər deməli sən düzgün müdafiə olunmursan, qolları vura bilmirsənsə, deməli komanda şəklində problemin var. Burada həm də orta zonada yerləşən futbolçuların məhsuldarlığının aşağı olması, digər tərəfdən müdafiədə yer alan stoperlər var ki, biz zaman-zaman görürük. Standart vəziyyətdə, kün zərbələrində o futbolçular bir baş zərbəsi ilə fərqlənirlər. Bu da rəng qatır komandaya. Məsələn, Qarabağın oyunda Sumqayıtda görürük ki, Öcət Ağverdi məsələn fərqləndi. Təəssüf ki, komandanın stoperlərində də bu qol faizi çox aşağıdır. Yəni heç birinin aktivində qolu yoxdur. Yəni bunlar da zərrə-zərrə yığılan problemlərdir. Yəni maket olaraq, sistem olaraq Kaxaber düz yoldadır. Rəhbərlik düz yoldadır. Güvənir Gürcüstanlı mütəxəssisə. İşlər düzgün qurulub. Bir mexanizmi biz hiss edirik. Sadəcə o mexanizmi gücləndirmək lazımdır. Müəyyən yeni transferlərlə və o aksayan cəhdlər var ki, onların aktivlik fazasını qaldıra bilsə, düşünürəm komanda rahat liqada öz yerini qoruyub saxlaya bilər, hətta bir qədər üst pillələrdə qərarlaşa bilər. Mən də elə bu minvalla Qəbələyə uğurlar arzulayıram. Çox istəyərik ki, komandalar belə rəngarəng oyunlar oynasınlar və ümumiyyətlə çempionatımız rəngarəng olsun. Xanoğlan, bu qədər mövzularımız bitdi. Son olaraq Xanoğlan, azarkeşlərə buradan nə demək istəyərdin? Azarkeşlərə hansılıq istəyimiz nə ola bilər? Yəni, futbolun ən fədakar nöqtəsində yer alırlar. Mən hər zaman demişəm, klub rəhbəridir, futbolçulardır, klubun əməkdaşlarıdır. Hər biri nicət, belə deyim də, maaş qarşılığında çalışırlar. Maaş qarşılığında o kluba xidmət edirlər. Yəni, hər biri. Yəni, media komandasında çalışan olsun, futbolçusu olsun, məşqçilər korpusu olsun, rəhbərlik olsun. Yəni, hər biri maaş qarşılığında çalışıb kluba xidmət eləyirlər. Amma azarkeş yeganə nöqtədir ki, qarşılıqsız xidmət edir. Hətta cibinin pulundan bilet alır, oyuna gələndə müəyyən xərcləri çəkir və bunun qarşılığında öz cibinin, belə deyərdim, qarşılıqsız kluba xidmət edir və hətta xərcə düşür. Yəni cibindən pul xərcləyir. Ona görə ən fədakar nöqtəsində yer alırlar azarkeşlər. Düşünürəm ki, düzdür, Premyer Liqamız o qədər, belə deyərdim, baxımlı keçmir. Oyunlar o qədər baxımlı deyil, səviyyə o qədər yüksək deyil. Bəzən azarkeşlərin də az gəlməsinə haqq verirəm. Yəni üzərlərinə getməklə deyil də biz yaxşı məhsul verməliyik ki, o azarkeşlər də gəlsin. O yaxşı məhsulu təəssüf ki, hələ verə bilmirik. Amma istənilən halda maksimum çalışsınlar ki, klublarına dəstək olsunlar, klublarının yanında olsunlar, tribunada yer alsınlar. Futbol azarkeşlərlə gözəldir.